Bugün bizimlə İKT üzrə təlimçi Təranə Nuriyeva bir yerdədir. Sizdən xahişim budur ki, təlim boyunca səslərinizi bağlı saxlayasınız və suallarınız olduqca söhbət hissəsində suallarınızı verəsiniz və təlimçimiz də imkan daxilində cavab verəcək. Sizə xoş dinləmələr arzu edirəm. Təranə xanım, necəsiz? Salam, yaxşıyam. Siz necəsiz? Uyğunsa başlayaq. Əla. Sadəcə səsim yoxu verir, danışdıqca eşidirəm. Siz açıq qoymusunuz deyə mikrofonu. Aha. Heç zəhmət olmasa. Əla. Çox sağ olun Zəhra xanım, minnətdaram. Sizinlə bir yerdə olmaq böyük bir sevinç hissi yaşadır. Sanki elə bilirəm həyatımda ilk dəfə təlim keçirəm və ilk auditoriyam sizlərsiniz. Minnətdaram hər birinizə bu gün vaxt ayırıb bu təlimə qoşulduğunuz üçün. Mən ekran paylaşımını edəcəm və ekran paylaşımı etməzdən öncə hər birinizə təşəkkürümü bildirmək istəyirəm. Bugün bizim sizinlə bir yerdə olma məqsədimiz süni intellekt, müasir təhsilin rəqəmsal köməkçisi adlı bir təlim qarşınızdayıq. Bu təlimin məqsədinə keçməzdən öncə adından da yəqin ki, hər şey bəllidir. Mən istəyərdim sizə özümü təqdim edim. Mən Təranə Nuriyeva baş şəhəri məktəblərindən birində müəllim olaraq fəaliyyət göstərirəm. Eyni zamanda təhsildə inkişaf və innovasiyalar üzrə 2 qrant müsabiqəsinin qalibiyəm. Beynəlxalq sertifikasiya üzrə Azərbaycanda tanınmış şəxslərdən biriyəm. Eyni zamanda sizə bildirmək istəyirəm ki, müxtəlif müsabiqələrdə yer tutmuş və Microsoft sertifikatlı pedaqoq adına layiq görülmüş şəxslərdən biridən mən sayılıram. Sizinlə vaxt itirmədən müzakirəmizə keçək. İlk sualım mən belə xoşum gəlir əslində. Siz sual verəsiniz, mən cavablayam, mən və yaxud da sizlərə sual verəm, siz cavablayasınız. Təlim monoton olanda həm sıxıcı olur, həm də qarşındakı şəxs yorulmuş olur və dinləyən də olmur. İndi gəlin belə bir sualla sizə müraciət edim. Süni intellekt dedikdə bizlər nə başa düşürük? Təbii ki, mən cavabımı verəcəm, amma sizlərin fikirləri mənim üçün önəmlidir. Xahiş edirəm, chat bölməsi aktivdir. Burada aktivlik göstərəsiniz. Süni intellektin nə olduğunu öz başa düşdüyünüz tərzdə bizə izah edəsiniz. Mən indi bu bir hardasa 3 dəqiqə sizə vaxt verirəm. Chat bölməsinə keçid edəcəm. Və chat bölməsi bizdə aktivdir. Artıq mən ekran paylaşımını etdiyimdə chat bölməsini də görmüş olacam. Baxıram. Bax, görək kimlər yazıblar. Təşəkkür edirəm Nativan xanım, uğurlar dilədiyiniz üçün. Süni intellekt nədir? Yəqin ki, chat bölməsi aktivdir, düzdürmü? Mən belə başa düşürəm, aktiv olmalıdır hamınızda. Elnara xanımla artıq rəy gəldi. Süni zəka. Deməkdir, yazıb Elnara xanım, Elmar müəllim insan zəkasını yerinə yetirən proqramdır. Nigar xanım süni şəkildə dünya görür. Elnara xanım minnətdaram, təşəkkür edirəm. Rauf bəy xüsusi bir proqramlaşdırma sayəsində müxtəlif məlumatları ala bildiyimiz bir chatbot deyə bilərəm. Örnək üçün DeepSeek ChatGPT nümunə göstərib. Robot texnikası, insan kimi düşünə bilən proqram. Rəylər artıq sizlərdən gəlir. Müəllimlər, təşəkkür edirik fikirlərinizi bizimlə bölüşdüyünüzə görə. Bəli, Fərux bəy də doğru vurğulayıb ki, süni intellekt insan zəkasını təqlid edən kompüter proqramları və maşınlarıdır. İnsanları kimi düşünən hər bir şey edən kompüter proqramı. Bəli, dəyərli təlim iştirakçıları, hər biriniz doğru vurğuladınız. Süni intellekt izah olunduğu kimi insan zəkasını təqlid edən texnologiyadır. Məsələn, suallara cavab verən bir chatbot, şəkil tanıyan proqram və ya özünü idarə edən maşın. Bunların hamısı süni intellektlərə nümunə deyə bilərik. Gəlin baxaq görək və süni intellekt alətlərin əsas üstünlükləri nələrdir? Artıq biz bilirik ki, bizim həyatımızın ayrılmaz bir parçasına çevrilən süni intellekt bizə hansı üstünlükləri təqdim edir, vaxta qənaət edir, məlumatları tez təhlil edir, cavablandırır, tapşırıqların avtomatik yerinə yetirilməsini səbəb olur, axtarış və araşdırma prosesini sürətləndirir. Məhsuldarlığı, bəli.
Bir dəqiqə, zəhmət olmasa mən bir baxım. Bizə həmkarlardan, əla. Davam edək. Məhsuldarlığın artırılması prosesində təkrarlanan işləri avtomatlaşdırır və komanda üzvlərinin daha kreativ və strateji işlərə fokuslanmasına şərait yaradır. Gəlin növbəti slaydımıza keçid edək. Fərqləşdirilmiş öyrənmə və dəstək. Yəni, şagird və tələbələr üçün səviyyəyə uyğun təlim materialları hazırlayır. Məsələn, mənim ən çox istifadə etdiyim Xan Akademiyada bunu nümunə olaraq göstərə bilərəm. Duolingo'da, Sokratikdir. Duolingo'da bilirsiniz, özünüz dil bacarıqlarını müəllimlər və yaxud da tələbələr formalaşdırmaq üçün istifadə edirlər və demək olar ki, dil bacarıqlarını müəyyən səviyyəyə qədər yaxşı formada düzəldə bilir. Belə deyək, irəliləməsinə səbəb olur, inkişafına səbəb olur həmkarın. Müəllimlərə fərdi tədris planları yaratmaqda kömək edir. Sonra dil bariyerlərini aradan qaldırır. Tərcümə alətləri və dil öyrənmə botları ilə istənilən dildə işləmək mümkün olur. Google Translate məsələn nümunə göstərə bilərik, bəsit bir formada desək. Digəri isə multidilli kommunikasiya imkanı yaradır. Məsələn, yenə də Google Translate verib, DeepL verib, ChatGPT ilə çoxdilli söhbəti də nümunə göstərmək olar. Yaradıcılığı gücləndirir. Riyazi yazmaq, dizayn yaratmaq, musiqi və video hazırlamaq kimi sahələrə ideya verir və prototiplər yaradır. Buna Canva-dır, Runway-dir, SoundCloud-dır nümunə gətirmək olar. Yaradıcılıq blokunu aşmağı kömək edir. Sonra gəlirik süni intellektin bir digər üstünlüyünə isə məlumatı təhlili və qərar vermə bacarığıdır. Böyük məlumat bazaları üzərində təhlil apararaq qərar verməni dəstəkləyir. Hansı ki, bayaq mən elə ChatGPT-ni sizə nümunə göstərmişdim. Lakin bununla bir yerdə paralel şəkildə digər proqramların da adlarını siz yəqin görə bilirsiniz. Məsələn, Google Sheets-in süni intellekt proqramını buna nümunə göstərmək olar. Elmi tədqiqat və hesabatlar üçün analitik dəstək verir eyni zamanda. Təhsildə inklüzivlik və əlçatanlıq. Bəli, mən uzun müddətli təhsildə artıq 10 ildir fəaliyyət göstərirəm. Süni intellektin tədrisə inteqrasiyasını biz əslində görmüşdük, sadəcə adını süni intellekt qoymamışdıq. Bu son, belə deyək də, 4-5 ildə daha qabarıq şəkildə bizim qarşımıza çıxır və onu deyə bilərəm ki, nitq to mətn, mətn to nitq hissəcikləri var ki, hansı ki, bəzən görürük ki, biz mətni oxuyuruq, anlamırıq. Məsələn, qoyanda Immersive Reader-ə daha əlçatanlığımız təmin eləyə bilir. Bunlara Immersive Reader-ı ən yaxşı proqram kimi göstərə bilərəm və vizual dəstək alətləri və fiziki və ya öyrənmə çətinliyi olan şəxslərə dəstək olur. Bunlara yenə dediyim kimi, mən əsasən Immersive Reader-dən istifadə etdiyimə görə o daha belə perspektivlidir. Əgər yenə də məlumat istəsəz, onunla bağlı məlumatı sizə göstərə bilərəm. Bir də hər kəsə fərdi şəkildə öyrənmə imkanı yaradır. Bəli, ChatGPT-dir. Artıq bizim təlim özümüzün ehtiyacımızı bildiyimizə görə, öz ehtiyacımıza uyğun olaraq fərdi şəkildə öyrənmə imkanını bizə təqdim edə bilir. Biz artıq çətin məqamda qalanda vaxt gözləyib hər hansısa bir bilən şəxsdən soruşmuruq. Biz bu nöqteyi nəzərdən də süni intellektin bu üstünlüyünü görmüş oluruq. İndi sizinlə belə bir proqramı tanış eləyəcəm. Nəzəri hissəni keçdik, indi praktiki hissədəyik. Əslində bu hissəni belə deyim, mən təqdim edərkən siz də mənlə paralel bir yerdə işləməlisiniz. Bəzi proqramları paralel işləyəcək, bəzilərini isə sadəcə sırf məlumat alasınız deyə təqdim edəcəm. Çünki vaxt darlığı var və eyni zamanda bütün proqramları çatdırmaq məsələsi də nöqteyi nəzərdən biraz çətinlik ola bilər. Mən ümumi məlumat verdiyim bir proqramlar da olacaq. Dediyim kimi bir yerdə paralel işlədiyimiz proqramlar da olacaq və yaxud da dinləyə bilərsiniz mən təqdim edərkən. Bu da daha əlçatanlığınızı təmin etmiş olacaq. Bu məqamda RoboFlow deyilən bir süni intellekt alətimiz var. Bunun haqqında sadəcə onu deyə bilərəm ki, kompüter görməsi sahəsində çalışanlar üçün nəzərdə tutulmuş güclü və istifadəsi asan bir platformadır. Sual yarana bilər ki, bu platforma məqsədi nədir? Süni intellekt modellərinin hazırlanmasında, öyrədilməsində, tətbiq olunmasında prosesi sadələşdirir. Belə deyək də, datanı yükləmə və etiketləmə, şəkil və videoları platformaya yükləyərək obyektləri etiketləyə və annotasiya edə bilərsiniz. Bu tipli bir proqramdır. Proqramın, belə deyək də, gəldikdə digər bir hissələrinə öyrədilmiş modelləri API vasitəsilə və ya cihaz üzərində tətbiq edə bilirik biz. Modelin əslində bir digər xüsusiyyətlərində biri də yüklənmiş dataları, belə deyək də, veriləri yazmışam, məlumatları deyək də, əvvəlcədən emal edir və müxtəlif formatlara çevirərək məlumatı artıra bilir. Bu da bizim işimizi təkmilləşdirməsinə səbəb olur. Bunlardan kimlər istifadə edə bilir? Tələbələr, bu sahə üzrə ixtisas alan tələbələr, çünki bizim auditoriyamız təkcə müəllimlər deyil. Bu sahədə
ilə ixtisaslaşmış kadr olan tələbələr də var. Proqram üzərində gəldikdə isə mən bu proqramı istəyirəm sizə buradan təqdim edim. Elə hər hansısa bir axtarış browzerində açdıqda yazırsınız RoboFlow. Baxın, yazdığınız zaman RoboFlow. Baxın, bu şəkildə bir internet bizə də gəzəkdir, biraz deyə. Aha. Bu şəkildə bir səhifə gəlir. Baxın, görürsünüzmü? Özü də verəndə verir. Aşağılama funksiyası var. Olan müxtəlif, deyək ki, insanlarımı deyim, müxtəlif əşyalarımı deyim, məlumatlar deyim, aşağılaya bilir, sayır və onu təhlil edir. Yəni, tipi bu tipdə ola bilər. Bu, sizin üçün önəmli olmasın. Bəzi şəxslər üçün bu proqram önəmli olsun. Mən bununla başladım ilk işimə. Və başlayın əmrini sıxdıqdan sonra siz zaten işə başlamış olursunuz. Səhifənin demo versiyası da mümkündür. Biz hal-hazırda, yenə deyirəm, bunun deyək də, biz ilkin etapda bir neçə günlük istifadəsi pulsuz versiyasını götürmüş oluruq. Digər versiyalar isə ödənişlidir, pro versiyası məsələn ödənişlidir. Qeyd etmək istədim. Müəllimlər, həmkarlar daha doğrusu, zəhmət Yuxarıda təzə görmüşəm, 2 həftədir yürümür. Davam edək, üzrlü sayın, kənardan səs gəldiyinə görə mən müdaxilə etməli oldum. Gördüyünüz kimi bizdə, yəni bu proqramın xüsusiyyəti sizinlə açıq-aşkar verilib. Gəlir indi növbəti təqdimatımıza. RoboFlow barəsində danışdığımıza görə keçid edirəm digər bir proqramımıza. Space proqramıdır. Space proqramı ən sürətli araşdırma platforması olaraq internetdə keçir. ChatGPT-yə belə deyək də bir alternativ olaraq istifadə edəcəyiniz bir proqramdır. Mən bu gün ChatGPT-ni təqdim etmədim, çünki hamımız o proqramla istifadə qaydasını, axtarış qaydasını bilirik. Amma Space-dən istifadə düşünmürəm ki, olsun. Bir üstünlüyü nədən ibarətdir bu platformanın, onu sizə izah etmək istəyirəm. Həm tədqiqatçılar, həm tələbələr üçün nəzərdə tutulmuş, süni intellektlə təchiz olunmuş çox funksiyalı bir proqramdır. Ədəbiyyat icmalarını apara bilərsiniz. Burada müxtəlif məqalələri daha asan formaya gətirib sala bilərsiniz. Eyni zamanda qeyd edim ki, əgər akademik yazılarınız varsa, təkmilləşdirmək baxımından ideal süni intellekt proqramıdır. Hər biriniz bilirik ki, zaten təhsilin içərisindəyiksə, istər tələbə olaq, istər tədqiqatçı olaq, istər müəllim olaq, zaten hər birimiz məqalə yazırıq. Bu məqalənin düzgün formada yazılıb yazılmadığını və yaxud məqalədə ehtiyacı olan hissələr yaxşı anlamaq üçün, yaxşı təhlil etmək üçün istifadə olunur və məhz bu proqram. PDF ilə söhbət hissəsi var, burada qeyd etmişəm. PDF formatında olan məqalələri yükləyərək siz orada dərhal izahlar əldə etmiş olursunuz. Bu kompleks anlayışlar daha sadə və anlaşılan formaya gətirir. 200 milyondan çox daxilində məqalə var. Əgər sizə maraqlı gələn hər hansısa bir məqalə axtarışındasınızsa, onu Google-dan axtarmaq yerinə, məsələn, ChatGPT-də qısa bir, belə deyək də, məhdud sayda verilir, lakin Space-də bu belə deyil, daha geniş formatda bizə təqdim edə bilir. Eyni zamanda siz orada süni intellekt vasitəsilə yazmaq hissəsi də var ki, yeni məqalələr yazıb və yaxud da mövcud məqalələrinizi parafraz edə bilərsiniz. Yəni, təkmilləşdirib daha orijinal şəkilə sala bilərsiniz. PDF-dən video çevirmə funksiyası da var, onu da qeyd edim. Təbii ki, bu sadalatların hamısı sizə, belə deyək də, pulsuz versiyada təmin olunmur. Amma dediyim müəyyən hissələr var ki, onlar təmin olunur. Gəlin, Space haqqında sizə bir göstəriş verim. Buradan baxaq proqrama. Bircə dəqiqə gözləyin, zəhmət olmasa. Adam müəllim, sual vermək olur, yoxsa axırda verəsiyik? Mən bu proqramı təqdim edeyim, sualınızı verəsiniz, soruşacağım. Yaxşımı? Siz Space haqqında gəldiyimiz zaman, baxın, belə bir platformadır. Axtarışa verən zaman belə də gəlir. Buranın sponsorlu, yəni reklamlı olduğuna görə bu hissəni klikləməyiniz tövsiyə olunmur. Gəlirsiniz, özünün gördüyünüz kimi burada xüsusi simgəsi var və daxil olursunuz bura. Daxil olan zaman tərcümə etmən daha öncə siz daxil olduğuma görə birbaşa məndə açılmış olur səhifə. Amma sizdən qeydiyyat tələb olunacaq və siz öz mailinizi və
mailinizə müvafiq olan parolunuzu yazmaqla daxil ola biləcəksiniz. Əgər səhifənin dilini dəyişməyə ehtiyacı yaranarsa, sıçanın sağ düyməsini boşluqda klikləməklə translate eləyib səhifəyə baxış keçirdə bilərsiniz. Gördüyünüz kimi yuxarıda qiymətləndirmə PDF ilə söhbət hissəsi var. Mən hansı ki bayaq sizə dedim ki, mən PDF ilə danışıq da bura yükləyib göstərə bilirəm. Axtarış sorğunuzu daxil eləyə biləcəyiniz müvafiq hissə əsas səhifədə rol alır. Bu işçi hissəsidir, qeyd edim. İşçi hissəsində sizin iş gördüyünüz hissədir və bura istədiyiniz məlumatı daxil etməklə onun barəsində yazılan məqalələrlə tanış ola bilirsiniz. Məsələn, baxaq, iqlim dəyişikliyi biomuxtəlifliyə necə təsir edir və yaxud da yüksək ölçülü cəbrin əhəmiyyəti nədir? Gördüyünüz kimi, axtarmağa cəhd edilən bir hissələr verilib bizə. Mən özüm düşünüb yazmıram, elə burada müvafiq bir hissəni seçirəm və klikləyirəm oxa. Oxa kliklədiyim zaman birbaşa araşdırma haqqında addımlar yuxarıda hiss olunur və başlayır mənim üçün bunları belə deyək də, xüsusi hissələrə bölməyə. Əgər hansısa hissə haqqında nəticə istəyirəmsə, yenə axtarışa verəcəm. Eynən ChatGPT kimi. Sadəcə məqalələrinizi burada yazmağınız və burada belə deyək də, elmi cəhətdən məlumat almağınız sizə bir çox müsbət tərəfi olacaq. Ekranın sağ tərəfində yox, sol tərəfində görürsünüz, bizim panelimiz var. Buradan istifadə etməklə siz bir çox istənilən məlumatı əldə etmiş olursunuz. Sizə nə lazımdır? Əvvəlcə onu bilmək lazımdır. Ev hissəsinə kliklədikdə bizi səhifənin əvvəlinə aparır, məsələn. Mənim kitabxanam hissəsi var ki, mənim əgər daxil etdiyim PDF-lərmi, yazılarmı, axtardığım nəticələrmi, o zaman bu burada yer alır. Eyni zamanda PDF ilə söhbət et. PDF-i klikləyib artıq göndərdiyim zaman mənim belə deyək, yazı işimə bir rəy bildirmiş olur. Və orada hansı hissələri düzəltmək lazımsa düzəliş edir və belə deyək də, sahmanı salıb bizə geri qaytarır. Ədəbiyyat icmalı hissəsində, əgər siz üzr sayın, yenidən cəhd edək. Ədəbiyyat hissəsi, icmalı hissəsində siz nə isə axtarışa verdiyiniz təqdirdə, bu hissədə siz ədəbiyyat siyahısı ilə qarşılaşmış olacaqsınız. Mövzular axtarıb tapa bilərsiniz. Belə deyək də, verilən aşağıdakı uyğun mövzularla və yaxud da sizə lazım olan tədqiqat sənədləri arasında mövzu axtarmaq. Məsələn, gəlin tədqiqat sənədləri arasında olan mövzulara suni intellekt yazaq. Bax, görək bizə ümumiyyətlə bununla bağlı hər hansısa bir sənəd təqdim edə biləcəkmi? 10 saniyə ərzində sənədin hazırlandığını göstərir. Aha, artıq verdi. Baxın, 5 mövzu tapdı bizim üçün suni intellektlə bağlı və mövzuları suni ümumi intellekt Müller 2014-cü ildə yazısına bağlı olaraq mənbə təqdim etdi. Bu nəyə əsasən belə deyək də verir? Əgər siz elmi bir məqalə yazırsınızsa, onunla istinad mənbəyi, ədəbiyyat siyahısı filan lazım olur. Həmin vaxtı rahatlıqla bu platformadan istifadə edib özünüzün lazım olan belə deyək də müvafiq mövzuya uyğun tapa bilirsiniz. Mənbə deyək, ədəbiyyat siyahısı mı deyək və fikir verirsinizsə, verir. Mötərizənin içərisinə baxın, verir. İlin də verir və adını da verir ki, həmin kimdir. Hər 3 mənbəni göstər. Biraz internetdə bugün deyəsən problem var. Nədirsə mən axtarışa verirəm. Əslində verir, sonrasına klikləyəndə xəta baş verir kimi göstərir. Bu formada dediyim kimi axtarışa verib onu tapa bilirsiniz. Burada ədəbiyyat icmalında, mövzular tapın hissəsində. Digərləri isə məlumat çıxarışıdır, detektordur, PDF-dən videoya çevirmək hissələridir ki, siz bunların hər birini toxunmaqla PDF-i videoya keçid edə bilirsiniz. Baxın, aşağıda verildiyi kimi PDF yükləyin, pulsuzdur yazısı bizə qarşımıza gəlir. Hər hansısa bir PDF-i yükləyək, bir dəqiqə bunu da sizinlə bir yerdə baxaq elə. Məsələn, 2 rəqəmli ədədlərin vurulması bir PDF var. Yəni deyirəm, bu internet məndə bu gün problemdir deyə. Niyəsə sənəd tam açılmır bu proqramda. Yükləyib siz özünüz baxa bilərsiniz. Çünki pulsuz versiyasıdır. Pullu təqdim olunmur, özü də burada qeyd edir. Mənim əsas məqsədim proqramı sizə tanıtmaqdır. İş prosesini artıq siz icra edərək göstərilən şəkildə təqdim edə bilərsiniz. Bir digər proqramımıza keçid etməzdən öncə bildirmək istəyirəm ki, siz bu hər birinin
pulsuz versiyasından müəyyən limitlə faydalana bilirsiniz. Ola bilər bu günə bir video olsun, ola bilər günə 2 video olsun. Artıq onu işlədiyiniz zaman məlum olacaq sizə ki, hansı formatda işləyə bilərsiniz bu ödənişsiz platforma ilə. Mən indi ekranı dayandıracağım. Kimin sualı olduğuna chat bölməsində bir dənə baxım. Chat bölməsinə suallarınızı yazın zəhmət olmasa. Təlimin PDF-ini götürə bilərsinizmi? Danışarıq Zəhra xanımla uyğun olsa heç bir problem yoxdur. PDF deyil, bu linklə olacaq. Çünki mən onlayn təqdimat proqramı olan Sway ilə sizə təqdim edirəm. Mən linki göndərdiyim zaman sizin əl çatanlığınız tam şəkildə təmin olunacaq. Aha, çox sağ olun Zəhra xanım. Mənim üçün problem deyil, təmin olunacaq. Heç bir halda problem olmayacaq. Əgər sualınız varsa chat bölməsinə yazın. Mən bir dəqiqə sizə vaxt verə bilərəm. Çünki görürəm chat bölməsini, gözləyirəm. Əgər bu iki proqramla bağlı. Ümidvaram ki, sualımız yoxdur. Əgər varsa da problem deyil. Yenə chat bölməsi aktiv olacaq. Ola bilər bir proqramdan bir ya iki proqramdan bir chat bölməsinə mən yenə də suallar soruşurum, siz cavablayasınız. Keçirik növbəti təqdimat proqramımıza. Bu Mathsolver-dır. Düşündüm ki, həm tələbə yönümlü, həm müəllim yönümlü, həm valideyn yönümlü, hamımıza, hər kateqoriyaya uyğun gələn bir proqramdır Mathsolver. Bu Microsoft-un öz alətidir. Tələbələrə də, müəllimlərə də, eyni zamanda orta məktəbdə təhsil alan şagirdlərə də hər birimizin Microsoft hesabı var. Məsələn, orta məktəbdə tələbələr UTIS hesabları deyir, amma məsələn, pedaqoji universitet olsun və yaxud da digər universitetlərin özlərinin öz universitet hesabları məhz Microsoft hesabına bağlıdır. Qeyd edim ki, yəni Elm və Təhsil Nazirliyi tərəfindən hər birimizə bu hesablar ödənişsiz şəkildə təmin olunub və bu hesabların hər birində qeyd edim ki, siz böyük imkanlar əldə etmiş olursunuz. Gəlin indi bir dənə ekran paylaşımı etdiyim Mathsolver hissəsinə keçid edək. Əvvəlcə gəlin proqramın üstünlüklərini mən sizə izah edim. Sonra bir dənə misal yazmaqla Mathsolver-ı sizə təqdim edim. Microsoft Mathsolver nə edir? Şəkil çəkərək həll göstərir. Yəni, skan edir və tətbiq onu tanıyır və həll edir misalı. Əl ilə yazaraq həll edir. Telefon ekranına və ya planşetlə məsələni barmağınızla yazın, tətbiq avtomatik sizin qarşınızda açılır. Kalkulyator kimi yaza bilir. Tətbiqin özündə kalkulyatoru var, indi izah edəcəm, baxacaqsınız. Ətraflı izahları həll edir və təkcə bunun cavabı yox, addımları da bizə göstərir. Məsələn, çətin bir riyazi məsələdir və yaxud da tənlikdir deyə əsas bizim şagirdlərimizin, tələbələrimizin ağrılı yeri tənliklərin həll olunma ardıcıllığıdır ki, biz çox çətinlik çəkirik bunda. Mathsolver o addımları belə bizə göstərir. Qrafik çəkmə funksiyası var. Əgər tənlik, hiperbola, parabola və s. bu tipli bir şeylər tələb eləyirsə, onu koordinat şəbəkəsində göstərə bilir. Əlaqəli videolar və resurslar təqdim edir. Əgər çətin bir məsələdirsə və onun bazasında bu tipli YouTube videosu və yaxud da Xan Akademiyada mövcud dərs varsa, bununla bağlı bizə artıq orada keçid linki verir ki, biz tətbiqdən istifadə edə bilirik. Gəlin, baxaq həmin alətə. Əslində, Edge browserində bu alət quruluydu. Sonradan təəssüflər olsun ki, aləti çıxartdılar. Bizim təhsil alətləri adlı bir hissəmiz var idi Edge browserində. İndi təəssüflər olsun ki, olmadığına görə axtarış sistemində, hər hansısa bir axtarış sistemində Microsoft Mathsolver, baxın, Mathsolver. Riyaziyyat həllicisi kimi keçir. Baxın, belə bir alətdir. Qarşımızda açılan zaman mən Azərbaycan dilinə birbaşa tərcümə etdiyim üçün mənə bu formada gəldi. Cəbr məsələlərini, trigonometriyanı, hesablamanı, statistikanı, baxın, görürsünüz, hər bir şeyi burada verir. Aşağıda isə həm kvadrat tənlimi, həm trigonometriyanı, həm xətti tənliyi həll edə bilir. Daha çox nümunələrə baxdığım zaman, baxın, limitlər, integral, yəqin ki, bu integral olar, fərqləndirmə falan belə. İndi adları ola bilər bizim dilə tam uyğun olmasın. Baxın, riyaziyyat müəllimləri baxan kimi bilir ki, bu hansı bölməni əhatə edir. Sistemli tənlik, məsələn, sinxron tənlik kimi keçid edib. Ona qədər tənliyi həll edə bilir. Mən özümdən bura tənlik yazmayacağım, çünki ixtisasım riyaziyyat müəllimliyi olmadığına görə ola bilər nəyisə səhv yazım, tənliyin həlli olmasın. Lakin gəlin elə aşağıda verilən tənliklərdən birindən klikləyib baxaq görək həqiqətən də o bizə
bunu verə bilirmi? Və qeyd edim ki, ön cəbir deyilən hissə 5, 6, 7-nin proqramını nəzərdə tutur və yaxud da universitet tələbələri əgər girib baxsalar özləri də görəcəklər. İlkin versiyası cəbir artıq böyük, daha yuxarı bir üst etabı göstərir. Trigonometriyada həmçinin. Keçək indi bir dənə sinxron tənlik hissəsinə kliklədim. Hansı ki, belə deyək də, sistemli tənlik gedir. Baxın, sistemli tənliyi verir. Əvəz etmədən istifadə edən addımlar. Bunu da klikləyə bilərsiniz. Və yaxud da bunu da hər hansısa birini. X və Y üçün həllini göstərir. X və Y üçün həllini edib. Həlli addımlarına baxın. Həllin addımlarını da burada bizə verib. Və Immersive Reader da burada aktivdir. Əgər sinifinizdə inkluziv sinifdirsə və yaxud da deyirəm, bəzi məhdudiyyəti varsa auditoriyanızda həmin bu immersiv oxuyucudan istifadə edib misalın addımlarını səsləndirə bilərsiniz. Şagirdlərin çatanlığını təmin etmək üçün. Baxın, artıq addımları verir. Addımları verdi və sona doğru irəliləyəndə qrafikdə təqdim etdi. Hətta Viktorina da verir. Eyni zamanda YouTube-dan həmin tənliklərin həlli ilə bağlı videolarda təqdim edir. Əgər bu 3 videodan hər hansısa birini bəyənmədisə və ya heç birini bəyənmədisə, daha çox videonu klikləməklə siz addımlara baxa bilərsiniz. Əgər bu YouTube videosu da sizə qane etmirsə, daha çoxunu əldə etmək istəyirsinizsə, yenə də onunla bağlı müvafiq linklər təqdim edir. Bu linklər Azərbaycan dilində deyil, təbii ki. Məsələn, gəlin birinə klikləyək. Görürük ki, ingilis dilindədir, amma baxırıq ki, haradasa, belə deyək də, bizim əl çatanlığımız var bura. Biz bu platformanı tərcümə edib Azərbaycan dilinə istifadə edə bilərik. Baxın, addımları da yenə də verir. Adi bir proqram riyaziyyatdan görün bizə nə qədər vasitələr təqdim etdi, nümunələr göstərdi. Düşünürəm ki, riyaziyyat müəllimləri üçün əl çatanlığı təmin edən bir proqramdır. Bir də digər hissəsinə keçid edək. Əgər yazmaq istəsəz, burada rəqəmlərlə filan götürüb məsələni, misalı yazıb göstərmiş olursunuz. Bir dənə də trigonometriya baxaq burada. Verdi trigonometriya. Qrafikdə göstərdi və yenə də həmin formada. Baxın, Xan Akademiya artıq keçid verdim. Xan Akademiyada var və digər formada da YouTube videoları var. Maraqlıdır, yəni istifadə edib özünüzün riyaziyyatdan təkmilləşdirmə və yaxud da övladınıza, əgər oxuyan qohumunuz, əqrabanız varsa, kömək məqsədindən bildirə bilərsiniz. Düşünürəm ki, bu proqram da sizin üçün belə deyək, əl çatanlığı təmin etmiş oldu. Keçirik növbəti proqramımıza. Növbəti proqramımız... Çox üzr istəyirəm, bir söz soruşa bilərəm. Bu dedikləriniz hamısı Microsoft-la həll olunur da, düzdür? Əslində, mən giriş edəndə hesabımı yazmadım. Gəlin bir dənə baxaq görək başqa bir brauzerdə buna giriş varmı? Mən çünki özümün Microsoft hesabım olduğuna görə brauzeri dəyişmədim, birbaşa keçid verdi də, bildiniz necə? Gəlin bir dənə başqa bir hesabdan baxaq. Baxaq. Təranə xanım, tutaq ki, bu proqramdan istifadə edib slayd şəklində sonra onu yükləmək olur? Yox, yükləmək olmur. Təəssüflər olsun. Ancaq cavabını verir. Ekrana skrin eləyib əlavə eləyə bilərsiniz. Baxın, heç bir giriş məndən istəmədi. Yəni, başqa bir brauzerdə, başqa bir adla açdım, başqa bir maillə. Baxıram ki, yox, heç bir giriş istəmədi. Yəqin giriş istəmirsə, bir dənə tənliyin birinə klikləyək, baxaq. Addımları göstərirsə, deməli, bu bizə artıq giriş tələb olunmur. Bəli, artıq addımları da verir. Baxın, gördünüzmü? Deməli, bu pulsuz quraşdırılan bir şeydir. Mailiniz, əgər aktiv Gmailiniz varsa, bir hesabda ehtiyac yoxdur ki, bu proqrama xüsusi bir giriş siz tətbiq edəsiniz. Aydındır, yəni göstərdi. Sadəcə dilini dəyişəcəksiniz. Bunu da buradan. Bunu da ChatGPT kimi yükləyirik, elə? Necə? Bunu da ChatGPT kimi yükləyirik. Tutaq ki, telefonda istifadə etmək üçün bu proqramı. Telefon versiyasını bilmirəm. Yəqin ki, telefonda olacaq böyük ehtimal. Böyük ehtimal verəcək. Amma mən daha çox kompüterdən istifadə, ümumiyyətlə telefonu mən istifadə etmirəm. Kompüterdə yenə yükləmə ehtiyacı yoxdur. Onlayndır müəllimə. Daxil olursunuz, işlədirsiniz. Bir də o bayaq yazmışdım söhbətlərdə, indi qutardı sizin mövzunuz. Tutaq ki, əvvəlki proqramlarda məqalə yazmaq üçün
Mən də yazıram hansısa eyni adlı məqaləni, bir başqa müəllim də yazır. Onda eyni olmur bu məqalə. Yo. Süni intellekt sadəcə sizə yol göstərir müəllimə. O dataları götürmür ki, götürsə belə o, yəni necə deyim, hamısını sinxronlaşdırıb sizə təqdim edir. Siz öz məqalənizi mənbə yerləşdirmək üçün istifadə edirsiniz sırf bu alətlərdən. Mənbə, məlumat artırmaq üçün. Siz öz məqalənizi götürüb oraya yapışdırmırsınız ki, sizin əlçatanlığınızı belə deyim də bərpa etsin və yaxud da toxunsun. Hərə bir cür istifadə edirsiniz. Bilmirsiniz axı o toxunduğu mövzu qarşıdakı şəxsin nədir? Hər hansısa Fərqli bir yanaşma mövzunu stilləri deyim. var. Tutaq ki, hər hansısa bir mövzunu deyirəm ki, o mövzu haqqında məqaləni mən də yazıram, oradan istifadə Yenə edirəm. deyirəm, o fərqli formatda yazır. Siz gedib bütünlüklə o məqaləni oradan götürmürsünüz ki. O sadəcə mənbə təqdim edir. Bildiniz nə demək istəyirəm? O müəyyən sizə lazım olan hissələri təqdim edir. O birbaşa sizin məqalənizi yazıb sizə vermir. Haranı? Yəni o mövzu haqqında məlumat verir. Ay sağ ol. Hə, yəni bir hissəni sizə təqdim edir. İlk proqramın adını təqdim edərsiniz, qeyd olunub. Aha, olarmı ki, proqramların belə deyək, linklərini mən sizə danışdıqca göndərirəm bura chat bölməsinə. Sizin də əlçatanlığınız təmin olunar. Eyni zamanda bir dənə sualımız var, onu da bir dənə cavablayım icazənizlə. Platforma ilə işlədiklə məqalə yazırıq. Hə, Nigar xanım, siz idi soruşan deyəsən bu sualı. Aha, bəli, doğru vurğuladınız. Sualınıza cavab aldınızsa narahat olmayın. İlk proqramında, sonraki proqramında hər birinin təlimin sonuna yaxın linklərini mən chat bölməsinə yollayacağam. Heç bir formada ürəyinizi sıxmayın. Davam edək, proqramımızı pozmayaq. Aha. Keçid edirik növbəti proqramımıza. Demək ki, növbəti proqramımız, gözünüz zəhmət olmasa. Aha. Poe proqramıdır. Bu da ChatGPT kimi bir axtarış sistemi, axtarış platformasıdır deyək. Mən elə çox istəyərdim ki, Poe haqqında danışarkən onu qeyd edim ki, Poe Quora tərəfindən yaradılmış və idarə olunan çox funksiyalı süni intellekt alətidir. Bu platforma əsasən interaktiv şəkildə ünsiyyət qurmaq, mətnlər yaratmaq, şəkil və video tərtib etmək, proqramlaşdırma və tərcümə kimi bir çox sahədə dəstək olmaq imkanı verir. Proqramın məğzi eyni ilə ChatGPT ilə eynidir. Sadəcə ola bilər ChatGPT işləməsinin və yaxud da birisi müəyyən axtarış gün ərzində bir axtarış limiti var. Limiti aşandan sonra daxil ola bilmirsiniz və həmin zamanda sizə imdad olaraq Poe proqramını təqdim edə bilərik. Bu Poe proqramı istifadəçilərə geniş seçim imkanı verir. Mətin, şəkil, video məzmunları sırf süni intellekt vasitəsilə yaradır. Eyni zamanda fərdi botların yaradılmasına, yəni öz ehtiyaclarınıza uyğun fərdi bot yaradır və paylaşa bilirsiniz. Poe web və mobil tətbiqlər vasitəsilə müxtəlif cihazlarda istifadə olunur. İstifadəçilər eyni zamanda təbii dil ilə sorğular verərək dəqiq və sürətli nəticələr əldə edə bilirlər. Gəlin Poe proqramı haqqında danışdığıma görə elə həmin proqramı da göstərim. Axtarış yerinə heç nə yazmırsınız. Poe.com yazdığınız zaman, baxın birbaşa keçid eləyir. Axtarışı poe.com yazdığınız zaman, qoyun elə bunun linkini də istəyirsiniz elə bura göndərin, bəri başdan. Sonra mən bayaq eyni zamanda edəcəyinizi düşünmədim. Göndərdim buranın chat bölməsinə. Aha, birini göndərdim, qalanlarını da göndərəcəm. Poe haqqında görürsünüzmü? Elə məzmunu hardasa ChatGPT ilə eynidir. Sadəcə müxtəlif chatbotları ilə inteqrasiyası var. Axtarış etdiyiniz zaman bura məzmun hissəsini, söhbətə başlayın hissəyə müəyyən bir sualınızı yazırsınız, ox düyməsinə klikləyirsiniz və sizə cavabı verir. Gəlin yazaq. Məsələn, süni intellekt proqramları hansılardır? Bir adi sual verək ki, görək o bizim sualımıza ümumiyyətlə cavab verə bilirmi? Aha. Və qeyd edim ki, əgər, baxın verdi, TensorFlow, PyTorch, OpenAI, ChatGPT. Paylaşımını görmürük. Ay, üzr istəyirəm, yəqin ola bilsin. Mən ekran paylaşımı yazanda, sizə link göndərəndə çıxıb. Bir də göstərirəm həmin proqramı. Proqramın əvvəl hissəsində söhbətə başlayın əmri olan yerə yazımızı yazırıq. Məsələn, süni intellekt proqramları hansılardır? Üzü sağa doğru ox verilib, həmin oxu klikləməklə bizə cavabları təqdim edir.
Yenə verir ChatGPT, OpenAI Codex, Google AI, Microsoft Azure AI, PyTorch falan, yəni adlarını falan verir və aşağıda paylaşın əmri var və yaxud da yenidən sıxsaq cəhd etməyə yenidən həmin sinxronlaşdırıb bizə verəcək. Müqayisə edə bilər, web axtarış verə bilər. Məsələn, web axtarış verir bizə. Mən web axtarışı niyə kliklədim? Mənə bu saytlarını, linklərini təqdim etsin. Baxın. Keçid verdi yenə yazı formasına, daha geniş formada verir, Grammarly filan. Canva, baxın, burada verdi. İşlərinizi asanlaşdıracaq 6 süni intellekt proqramı. 2025-ci il 40 ən yaxşı süni intellekt alətləri. ZKI süni intellekt platforması. Artıq bizə biraz orada klikləyəndə web axtarış hissəsinə ChatGPT-dən fərqli olaraq bu məzmun bizə biraz geniş formatda təqdim olunur. Həmin sualı ChatGPT-yə də yazın, fərqini görəcəksiniz. Orada daha az səviyyədə, çünki məlumat xarakterlidir. Bu platforma isə biraz onun genişdir. Və qeyd edim ki, sizə eyni zamanda linklər də verəcək. Hansı linklərdir bunlar? Bu linklər haqqında, daha doğrusu hansı səhifələr bunlar haqqında sizə məqalələr yazıb. Həmin məqalələri, həmin yazıları bizə təqdim edir. Podcast filan. Həmin formatda aşağıda da müxtəlif xəbər bültenləri var və mən daxil oldum bura, bu sayta. Sayt haqqında ümumi məlumat verdi mənə. Mən saytdan çıxıram və 2025-in məşhur mənbə verir. Yəni, Bank-Erazın bir məlumatını verir bizə. Həmin axtarış alətlərini də bura verib. Baxın, fikir verirsinizsə. Halbuki mən bir dənə mənbə istərdim öyrənim, o mənim bir çox xəbər saytına keçidib verdi. Ekranın paylaşımı dayandırıram. Bu bayaq sadaladığım POE və bundan əvvəlki sual verdiniz, yenə də mən soruşum. Sualınız varmı bunlarla bağlı? Eynən ChatGPT kimi də axtarışa sadəcə sizə lazım olan sualı verirsiniz, sizə cavab verir. Salam Təranə, mənim axşamınız xeyir. Salam, axşamınız xeyir Şahani müəllimə. Çox maraqlıdır mənim üçün. Mənə elə gəlir, yoxsa bəzən səhv də düşünə bilərəm. Mən elə düşünürəm ki, bu süni intellekt bizim beynimizi get-gedə, yəni özümüzünkiləri unudaraq hər şeyi kompüterə yönəldib özümüzü inkişafa son qoyduracaq. Sanki elə düşünürəm. Yanlış düşünürəm. Məsəl üçün, biz araşdırıb öz beynimizi məhsul olaraq yaza bilərik, nə qədər məhsul. Artıq güvənəcək ki, biz bunu internetdən tapa bilərik. Oradan götür, bura qoy. Bəs bizim özümüzün yaradıcılığımıza mane olmur mu bu intellekt? Mənə bu sual düşünməyə vadar edir. O ilkin versiyanı verir. Məsələn, necə versiyanı verir? Tamam, mən təlimə hazırlaşıram. Təlimə hazırlaşmazdan öncə süni intellektdə yazıram ki, mən bir təlim keçəcəm. Mənim təlimin necə keçəcəyimlə bağlı bir bilgi ver. Mən o bilgini alıram, amma o bilgilərin hamısını eləmirəm. Çünki niyə? Mən standart öz beynimdə qurduğum və öz məqsədimə nail olmaq istədiyim bir addımım var. Mənim yaradıcılığımın qarşısını alın. Baxır yenə istifadə etdiyiniz formaya. Bu nədən asılı gəlir? Mən əgər özümü inkişaf etdirəcək bir adamamsa, ağıllı düşünürəmsə, düzdür, ondan yol xəritəsini alıram, bir bilgi alıram və öz bilgimlə sinxronlaşdırıb daha yaxşı bir şey ortaya çıxardıram. Biri də var ki, onun özündən alıram və onun özünün verdiyini eləcə kiməsə təqdim edirəm. Gəlin, baxaq görək, təqdim etdiyimiz zaman bizim önə getməyimiz, istər tələbə olaq, istər müəllim olaq, istər tədqiqatçı olaq, mümkündürmü? Mümkün deyil təbii ki. Hayır, Heç vaxt mümkün olmur. Saxlayacaq. Amma məsələn, bu bizə belə bir fərq də qoya bilər də. Bir yaradıcı insan öz məhsulunu süni intellektdən cüzi istifadə edir. Siz demişkən öz inkişafını irəli sürür də, öz beyninin məhsulunu irəli sürür. Digəri isə neqativ, pasiv düşüncəli bir insan süni intellektdən istifadə eləyərək süni intellektin ideyasını irəli sürür. Məsələn, bir layihədə iki insan iştirakçı kimi də, yəni necə deyim. Amma məsələn, bu bir növ necə deyim, başa sala bilərəm fikrimi. Bir növ onun yaradıcılığının mane olur. O daha tənbəlləşir və axtarış etmir. Özünü həvəsdən sala bilər ki, o yaradıcı insan ki, bu daha mənbədən istifadə edib, daha uğurlu nəticə əldə elədi. Mənim yaradıcılığıma mane olur. Mən isə daha negativ bir. Yəni, bu halda mən süni intellekti biraz bizi döndürməyə meyilli olduğunu düşünürəm. Bilmirəm, nə dərəcədə doğru düşünürəm, yoxsa yox. Yəni, bu mənim şəxsi fikrimdir. Olar Təranə xanım. Baxın, fərqli formalarda təzahür olunan bir, belə deyək də, fikirlərdir bunlar. Yenə də baxır bizim baxış bucağımıza. Buyurun, Nicə xanım. Təranə. Mən amma əslində fikirləşirəm ki, bizim bildiyimizi və yaxud bizim düşündüyümüzü daha da yaxşı versiyada proqramlaşdırır, yol göstərir.
Bəli, mən də O da Nigar doğrudur. xanım Aha. bəli, bizə Müəllimlər, çox davam edək. Bizim çünki vaxtımız çox azdır və mən istəmirəm ki, müzakirəmizin bu hissəsini qırım. Yəni siz nə lazımdır chat bölməsinə yazın. Mən bir-bir sizin düşüncələrinizi oxuyacağam. Hər bir həmkarın düşüncəsi ilə həm fikirəm, doğru vurğulayırsınız. Bəzilərimiz üçün bu bir axsaqlıq törədə bilər, bəzilərimiz üçün isə bizim inkişafımıza töhfə verə bilər. O 6-9 məsələsi var. Mən ola bilər 6-ya buradan baxın, mənim üçün o rəqəm 6 görsəlsin, sizin üçün qarşıdan baxasınız o 9 görsəlsin. Bu yəni belə deyim də, fərqli baxış bucaqlarına istirahət edir. Amma əsas insanın yaradıcılığıdır. Yaradıcılıq olmasa süni intellektdən düzgün istifadə edə bilmir və o da onun inkişafının qarşısını alır. Davam edək. İndi bir dənə Zəhra xanım sual bura ünvanlayıb ki, metodika dərsi ilə dərsi üçün istifadə edə biləcəyimiz məlumatlar yazıb video hazırlaya biləcəyimiz süni intellekt aləti intellekt hansıdır? Əslində elə metodika dərsi ilə bağlı yenə də ChatGPT-yə müraciət edə bilərsiniz. Bir çox proqramlar müəllim yönümlü olduğuna görə, bizim də təlimimizə tələbələr qoşulduğuna görə hər inteqrasiyanı eləyib müəllimlərə tətbiq edəcəyim bir süni intellekt alətlərini göstərdim. Araşdırsanız əslində belə deyim də, Gamma var. Məsələn, mən bu gün Gammanı təqdim etmədim. Bildim ki, bir çox şəxs Gammadan istifadə edib. Ya da istifadə etməyən varsa göstərə bilərik. Hansı ki, bizim üçün təqdimat slayd hazırlayır. Süni intellekt alətidir. Mövzunu yazırsınız, verir. O da deyəndə pulsuz versiyası az limitlidir. Gələk pro versiyasını alasınız. Məsələn, Canva var ki, çox mükəmməldir və Canva'ya yeni funksiyalar əlavə olunub. Məsləhət görürəm ki, girib baxasınız Canva'ya və orada süni intellekt aləti olaraq səs yazısını əlavə etmək, yəni mətni səs yazısına çevirir. Çox gözəl bir şeydir. Mən özüm xoşum gəldi ondan. Təəssüflər olsun ki, düzdür, Azərbaycan dili yoxdur. Mən bu gün onun Azərbaycan dili olmadığına görə o hissədə təqdim edə bilmədim. Düşündüm ki, sırf Azərbaycan dilinə sirayət edən bir proqram təqdim edim. Bizim dilimizin də bəzi süni intellekt proqramlarında təəssüf edirəm ki, yoxdur da, yəni belə bir qaranlıq hissəsi qalır. Bəli, Qahirə müəllimə yazıb ki, əksinə süni intellekt bir növ yol göstərir, istiqamət verir bizə, bəzən çətin anlarda belə kömək edir. İndi davam edək müəllimlər. Hamı çox istifadə edir. Bəli, mən də süni intellekt alətlərindən istifadə edirəm. Düşünürəm ki, sonuncu alətimizi belə biraz ancaq axtarış platforması, məlumatların inteqrasiyası, riyazi həll etmə yönümlü bir proqramlar təqdim etdim. Təbii ki, bu bir saata mən nə gücüm çatırsa onu etməyə hazıram. Bir növbəti proqramı keçid edəcəm. Animated Drawings proqramı. Mən bunu əslində axtarış eləyəndə övladım üçün axtarış eləmişdim. Bu gün də bu sizə təqdim etmək istədim. Əgər şəkilləri, övladlarınız, nəvələriniz, hamımızın evində bir uşaq var da, elə özümüz, məsələn, mənim özüm də şəkil çəkib burada canlandırmışam. Belə elə bilirəm ki, oyuncaq bir oyuncağı canlandırmış kimi bir forma yaranır. Bu animatic drawings hissəsi nədir, müəllimlər? Həmkarlar daha doğrusu. Statistik şəkildə çəkilmiş rəsmlərin canlandırılması, animasiya yolu ilə canlandırılmasıdır. Bir şəkli yüklüyürsünüz, yüklədiyiniz zaman o alqoritm yaradır və həmin alqoritmə uyğun olaraq şəkli hərəkətə gətirir. O şəkil amma səssiz formada olur. Təbii ki, istəsəz arxa fonda öz səsinizi yazıb, müxtəlif, məsələn, deyək ki, CapCut-dır, digər video proqramları ilə inteqrasiya eləyə bilərsiniz səsi, amma sırf hərəkətləri hərəkətə gətirmə prosesi var burada. Gəlin bir dənə hazırlanmış nümunəni sizə öncədən hazırlandığım nümunəni təqdim edim və baxaq, görək nədir. Bir dənə səs ekran paylaşımını dayandıracağım, çünki videonun səsi yoxdur. Sonra proqramı təqdim edəcəm sizə, narahat olmayın. Baxın, hazırlanmış video materialı. Baxın, bu övladımın çəkdiyi şəkildir. Seçim edirik, şəklin tamamını, yəni bütününü seçirik. Boşluqlar qalıbsa, ortada başımızda boşluqlar qalır. Müxtəlif hərəkətlər eləyir, atılır, düşür. İndi davam edirəm, baxın. Burada rəqs edir məsələn.
Mən videonu dayandıracaq, sona qədər izləməsək də olar. Əsas o idi ki, məğzini başa düşək nədir. Məğzini başa düşdüyümüz təqdirdə artıq proqramdan istifadə edə bilirik. Axtarış hissəsinə Animated Drawings yazırıq. Baxın, bu formada yazdığımız zaman belə bir sonsuzluq işarəsi olan simgəsi çıxır. Klikləyirik bura. Bizə dəqiqə gözləyim, buranı klikləməyəcəm. İndi cəhd edin yazısı gəlir. Qəbul edirəm, kukiləri soruşur ki, qəbul edirsiniz, deyirəm, hə. Bunu kopyalayıram, sizə də göndərirəm ki, əlçatanlığınız sizin də təmin olunsun. Artıq bu sonuncu proqramımız idi, həmkarlar. Baxaq, məsələn, belə bir hissəcik gəlir. Upload foto eləyirik. Upload eləyək bir dənə fotonu, məsələn, belə bir fotodur, deyək ki, uşaq çəkib də elə təsəvvür eləyək. Mən internetdən yükləmişəm. Sonrasını kliklədiyimiz zaman bir dəqiqə gözləyin. Bəlkə gec yüklədim ona görə. Bəlkə şəkili qəbul eləmir, başqa bir şəkil götürüb də baxaq. Qəbul edirəm də sıxıram, niyəsə vermir, niyə vermir görəsən. Proqramdan uzaq deyil, keçən həftə istifadə eləmişəm, amma niyəsə indi açılmır bizim üçün. Bəlkə başqa platformadan baxaq. Burada amma mən gördüm, orada rəsmi yükləyin var idi. Yəqin ona aiddirlər. Hə, ona aiddir. Klikləyirəm, niyəsə açılmır mənim üçün. Onu maraqlı gəlir ki, görəsən mən nəyi səhv etmişəm. Bəlkə pullu versiyasının üstünə keçid verib ola bilər də, yəni insan bir dənə baxım. Əgər alınmasa, deməli artıq mənlik bir problem deyil, amma yəni yaxın günlərdə, hə, indi oldu. Deməli mən pullu versiyasını bitirmişəm limiti, ona görə vermir. Başqa platformada oldu. Şəkil baxın aktiv oldu. Bu nə üçündür? Bu hansı hissəni hərəkətə gətirəcəksiniz? Baxın görürsünüz. Klikləyirik onu. Hansı hissə hərəkətə gələcəksə, artıq seçimin eləyirik. Next-i klikləyirik. Adamın əli, qolu, gözü, başı yerində olsun da. Verir belə bu formada. Deyir, harasını silmək istəyirsən. Mən silməyə ehtiyac duyduğum hissə bu başlığın arasıdır. Bir dənə deyənim. Baxaq. Hə, bax bu hissədir. Bunu biraz belə ağardaq. Aha. Next eləyirəm. Verir sonra hərəkətə gələcək hissələr. Gözlər, ağız, qollar, ayaqlar və qarın. Next-i klikləyirik. Artıq animasiya mənim üçün hazırlanır. Baxın, görürsünüz, tullanıb getdi. Bu birincini kliklədiyimə görədir. Əgər istəsəm mən tutalım bunu klikləməyə, yıxılsın. Deyək ki, biraz belə aşağı əyilsin də. Baxın, tullanır belə gör. Və yaxud da belə rəqs eləsin. Baxın, rəqs yoxsa boks eləyib. Hə, yox, boks, yumruq vurur. Salam verir burada da, ya qarnı açıb elə bir hərəkət göstərir. Baxın. Görürsünüz, yəni övladınızla, nəvənizin evdə ya özünüzün çəkdiyiniz şəkilləri hərəkət elətdirə bilərsiniz. Sonra share düyməsini klikləyib, kimləsə paylaşa bilərsiniz bunu. Və yaxud da edit edib təzədən yığa bilərsiniz bu həmin hissəni. Mən ekran görüntüsü götürmüşdüm deyə. Mən bu bilmədim. Sonra yenədən başlayırsınız, upload foto eləyirsiniz, başlayırsınız yenidən bu video halını gətirməyə. Bu qədər bəsit proqramdır. Düşünmürəm ki, sizin bir işləyərkən çətinliyiniz olar. Olduğu təqdirdə, yəni orada yenə deyirəm, şükür Allah, soni intellekt proqramlarının hamısını bilirik. ChatGPT-yə həmin o problem yaranan hissənin şəklini göndərin, o sizə geri dönüş edib addımların həlli yolunu göstərəcək doğru şəkildə. Mən indi slaydıma geri qayıdıram. Bu proqramda təqdim etdiyimə görə düşünürəm ki, biz artıq sonlandırmalıyıq. Bir saatda sizinlə bir yerdəydik. Çox xoş oldu həqiqətən də sizi tanımaq, sizlərlə bir vaxt keçirmək. Sonda diqqətiniz üçün təşəkkür edirəm. Hər biriniz bugünkü vaxtınızı mənə ayırdığınız üçün təşəkkür edirəm.
Bəli, mənim YouTube səhifəm var. YouTube səhifəm Təranə Nuriyeva. Yazsanız, e-şrifti ilə yazsanız YouTube səhifəmi görmüş olacaqsınız. Orada bir sıra proqramların izahları da verilib. Özüm təlimçi olduğum üçün YouTube səhifəsində sırf proqramların izahlarını yerləşdirmişəm. Bu proqramların xahiş edirəm çıxmayın səhifədən. Bayaq izah etdiyim iki proqramımız var idi. RoboFlow. Həmin proqramın linkini göndərim chat bölməsinə. Siz tanış olun. Bu RoboFlow-un linkidir. Birinci təqdim etdiyim proqramın linki idi. Hansı ki biz dedik onu əvəz etmə baxımından. Mass-Solver isə Microsoft-un özündədir. Bir dəqiqə gözləyin, yenilənmə verim ki, sizə sırf mən verdiyim hissəni təqdim etsin. Bu da Mass-Solver. Kopya eləyirəm, göndərirəm sizə. Faydalana bilərsiniz. Mən təşəkkür edirəm. Qoşuldunuz, vaxt ayırdınız. Minnətdarım. Gecəniz xeyir. Sizinlə necə əlaqə saxlaya bilərik? Həmin o nömrə sizindir. Xeyr, mən bilmədim. Qrupa mən Təranə xanımın Instagram səhifəsini göndərəcəm. Həmçinin burada paylaşılan PDF-i göndərəcəm qrupa. Təranə xanım, siz də zəhmət olmasa rekordu mənə göndərərsiniz. Bəzi adamlar qoşula bilmədilər. Alınmadı onlar da. Filmsdə biz də birinci dəfə idi bildiyiniz kimi tərliyim. Ona görə bəzilərində çətinlik yarandı. Dəvətimizi qəbul etdiyiniz üçün sizə təşəkkür edirik. Çox maraqlı təlim oldu. Xüsusilə də axıncı götürdüyünüz alət çox gözəl idi. Qeyd edim ki, pullu versiyası istifadəsi olunur da, pulsuzu azdır. Mən çünki onu itirmişəm artıq. Bilmədim yəni ki, o müxtəlif sayda limit qoyur. Pullu versiya aylıq mı verir, yoxsa saatlıq mı verir? Araşdırmamışam, amma belə deyim də, bir Gmail yox, bir neçə Gmaildən istifadə edeyim, neyinirsiniz pulunu alıb. Bir neçə Gmaildən istifadə edin, yəni düşünmürəm ki, sizə problem yarar. Çox sağ olun. Buyurun. Sağ olun müəllimlər, təşəkkür edirəm hər birinizə, minnətdarım qoşulduğunuz üçün. Çox sağ olun. Sağ olun. Sağ olun.